Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya kanalının müəllimimiz Səlci. Bugün sizlərlə azot və onun birləşmələri bölməsində azot alınması və xassələri mövzusundakı sualları izah edəcəm inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. X metalı azot ilə X3N tipli birləşmə əmələ gətirirsə, onda X metalı bivalentlidir. Çünki azot 3 və 4 valentlik göstərir. Azot 3 valentlik göstərirsə, onda X metalı bivalentlidir. Onun xlor ilə birləşməsi hansı formula uyğun gələr? Uşaqlar, X elementi bivalentlidir. Halogenlər də bilirik ki, birləşmələrdə bivalentlik göstərir. Bəsit maddələrlə əgər birləşirlərsə, onda X xlor tipli olar birləşmə. 2-yə baxırıq. X metalı azot ilə X3N2 tipli birləşmə əmələ gətirir. Onda X metalı 2 valentlidir. X metalı 2 valentli isə xlorla əmələ gətirdiyi birləşmə də X xlor 2 şəklində olar. Cavab D variantı. Üçüncü sual. Hansı qazın iyi yoxdur? Uşaqlar, azot qazının iyi yoxdur. Havada bilirik ki, havanın 78% azotdur. Havanın iyi var? Yox, əlbəttə ki. Ona görə də azot qazının da iyi yoxdur. Dördüncü sual. Azotun oksigenlə bir də hidrogenlə reaksiyası. Azot oksigenlə reaksiyaya daxil olduğunda NO azot monoksid əmələ gətirir. Azot monoksidlə oksigenlə reaksiyaya daxil olub azot dioksidi əmələ gətirir. Z maddəsi oldu azot dioksid. A variantı, D variantı və Y variantı yanlışdır. Azotun hidrogenlə reaksiyası temperatur, katalizator və təzyiq iştirakında gedir. Amonyak əmələ gəlir. NH3. NH3 isə oksigenlə reaksiyaya daxil olduqda N2 plus su əmələ gətirir. Reaksiya nəticəsində NO plus su da əmələ gələ bilər. Bilirik ki, NH3 oksigenlə reaksiyaya daxil olduqda reaksiya temperatur şəraitində gedirsə N2 plus su əmələ gəlir. Yox, əgər katalizatorda iştirak edirsə, bu zaman NO plus su əmələ gələr. Burada katalizator vermədiyinə görə, yalnız temperatur verdiyinə görə N2 əmələ gələcək. Azot qazı cavab B variantı. 5-ci sual. Azot qazı üçün nə doğru deyil? Rəngsiz və ilsizdir, doğrudur. Havadan yüngüldür, doğrudur. Çünki azotun əməli 28 qramdır, havanınki isə 29 qram. Litium ilə adi şəraitdə reaksiyaya daxil olur, doğrudur. Hidrogenə görə nisbi sıxlığı 7-dir. Uşaqlar, 5-ci sual. Mr azot, azotun əməli nə qədərdir? 28. Hidrogenin əməli nə qədərdir? 2 qram. Deməli, nisbi sıxlığı tapmaq üçün də azotun əməlini hidrogenin əməlinə bölürük 14 dəfə. 7 dəfə yox, nisbi sıxlığı 14-ə bərabərdir. Hidrogenə görə nisbi sıxlığı cavab D variantı. Bərk halda molekulyar kristal qəfəsə malikdir, doğrudur. 6-cı sual. Hansı reaksiyadan azot alınar? NH3-ün oksigenlə reaksiyası temperatur iştirakında gedirsə, bu zaman azot qazı, bir də su alınır. Cavab elə A variantı. Digər variantlar niyə olmur? Gəlin baxaq. Nitratların parçalanması nəticəsində uşaqlar, deməli, mis və litium istisna. Mis bilirik ki, aktiv nitratlar parçalananda aktiv metal nitratları, metalın nitrit duzunu, bir də oksigen əmələ gətirir. Aktiv metallardan litium istisnaydı. Pasiv metallar, nitratlar da parçalandıqda pasiv metalın özünü NO2 bir də oksigen əmələ gətirirdi. Amma mis istisnaydı. Mis pasiv metal olmasına baxmayaraq istisnadır. Ona görə də mis orta aktiv metal nitratı kimi parçalanır. Mis 2 nitratın parçalanması nəticəsində mis 2 oksid, NO2 bir də oksigen əmələ gələcək. Mis 2 oksid, NO2 bir də oksigen əmələ gəlir. C variantı. Gümüş də pasiv metaldır. Qatı nitrat turşusu ilə reaksiyası nəticəsində gümüş nitrat, gümüş 1 nitrat, NO2 pasiv metallar qatı nitrat turşusu NO2 əmələ gətirir, bir də su əmələ gətirəcək. NH4 hidrokarbonatın parçalanması nəticəsində NH3 üzərinə gəlinsin, CO2 üzərinə gəlinsin, su əmələ gəlir. Kükürdün də qatı nitrat turşusu ilə reaksiyası nəticəsində sulfat turşusu NO2 bir də su əmələ gələcək. Yəni azot yalnız A variantında alındı. 7-ci sual. 16,8 milli hidrogenlə neçə millilitr azot reaksiyaya daxil olar? Gəlin 7-ci suala baxaq. Deməli, N2 üzərinə gəlinsin H2. Temperatur, təzyiq və katalizator iştirakında gedir reaksiya. Amonyak əmələ gəlir. 2 mol amonyak. 3 mol da hidrogen reaksiyaya daxil oldu. Deyir ki, 16,8 milli hidrogenlə 16,8 millilitr hidrogenimiz var. Neçə millilitr azot reaksiyaya daxil olar? Bilmirik, x millilitr. Normalda isə 1 mol azotla 3 mol hidrogen reaksiyaya daxil olurdu. X də bərabərdir
16,8 bölünsün 3. 5,6 milli. Deməli 5,6 millilitr azot reaksiyaya daxil olacaq. Cavab da D variantı. 8-ci sual. 11,2 milli azotla neçə millilitr hidrogen reaksiyaya daxil olur? Uşaqlar, reaksiya ilə eyni tipdədir. Deməli 11,2 milli azotla neçə milli hidrogen reaksiyaya daxil olar bilmirik. Neçənci sual yazırıq? 8. Tutaq ki, x milli hidrogen reaksiyaya daxil olar. 1 mol azotla isə 3 mol hidrogen reaksiyaya daxil olurdu. X-ə bərabərdir 33,6 millilitr. Cavab da A variantı. 9-cu sual. Hansı birləşmələrin tərkibində azot yoxdur? Naşatır spirti. Naşatır spirtinin formulu uşaqlar NH4OH şəklindədir. NH4OH. Tərkibində azot var. Deyir yoxdur. 1 götürmürük. Karbamid. Karbamidin formulu uşaqlar CO NH2 2 dəfə. Karbamidin formulu tərkibində azot var. Pirit ferium S2 şəklindədir formulu. Tərkibində azot yoxdur. Yalnız 3. Cavab C variantı. 10-cu sual. Hansı ifadə azot üçün doğru deyil? Hidrogenlə RH3 tipli uçucu birləşmələr əmələ gətirir. Doğrudur. Ən yüksək valentliyi 5-dir uşaqlar. Azot istisna elementlərdəndir ki, öz qrupunun nömrəsinə uyğun ən yüksək valentliyi göstərmir. Azotun ən yüksək valentliyi 4-dür. 3-4 valentlik göstərir. Ona görə də B variantı doğru deyil. A atomunda 3 ədəd cütləşməmiş elektronu var. Doğrudur. 3 ədəd cütləşməmiş elektronu var. Niyə? Çünki xarici qısa elektron formulu 2s2, 2p3 şəklindədir. 3 dənə baxın cütləşməmiş elektronumuz var. Molekulunda 1 sigma, 2 pi rabitə var. Bəli, azot molekulunda 3 qat rabitə ilə bir-birinə birləşir. Hətta buna görə də azot molekulu çox reaksiyalara daxil ola bilmir. Çünki çox möhkəm birləşir azot atomları bir-birinə azot molekulunda. 2 pi rabitə, 1 sigma rabitə var. Doğrudur. Ən yüksək oksidaşma dərəcəsi müsbət 5-dir. Doğrudur. 11-ci sual. Hansı ifadə azot üçün doğrudur? Bəzi birləşmələrdə 5 valentlidir, azot heç vaxt 5 valentlik göstərmir. Birləşmələrin valentliyi 4-dən böyük ola bilməz. Bəli, doğrudur. Birləşmələrdə valentliyi 4-dən böyük ola bilməz. C variantı birləşmələrdə yalnız müsbət oksidaşma dərəcəsi göstərir. Xeyr uşaqlar, həm müsbət, həm də mənfi oksidaşma dərəcəsi göstərir. Məsələn, natrium nitrit. Baxın, azot üstə natrium 3, natrium nitrit. Mənfi 3 oksidaşma dərəcəsi göstərdi. Natrium isə müsbət 1 oksidaşma dərəcəsi göstərir. Gördüyünüz kimi birləşmələrdə müsbət oksidaşma dərəcəsi, mənfi oksidaşma dərəcəsi də göstərir. C variantı doğru deyil. D variantına baxırıq. Birləşmələrdə valentliyi ilə oksidaşma dərəcəsi həmişə mütləq qiymətcə bərabər olur. Xeyr uşaqlar. Məsələn, HNO3 birləşməsində azot müsbət 5 oksidaşma dərəcəsi göstərir, amma azot heç vaxt, yəni uşaqlar 5 valentlik göstərmir. Bu birləşmədə azot 4 valentlik göstərir. Ona görə də D variantı yanlışdır. Mənfi 4 oksidaşma dərəcəsi göstərə bilir. Azotun maksimum oksidaşma dərəcəsi müsbət 5-dir. Çıxılsın 8 bərabərdir mənfi 3. Minimum mənfi 3 oksidaşma dərəcəsi göstərər. Mənfi 4 oksidaşma dərəcəsi göstərə bilməz. Davam edirik 12-ci sual. Azot üçün nə doğru deyil? Havadan yüngül qazdır, doğrudur. MR 28-dir. Hidrogenlə adi şəraitdə reaksiya daxil uşaqlar qətiyyən həm temperatur lazımdır, həm katalizator lazımdır, həm də təzyiq lazımdır ki, azot hidrogenlə reaksiya daxil olsun. Yəni çox çətin gedən bir reaksiyadır. C variantı. Atmosferin əsas tərkib hissəsidir. Doğrudur. Atmosferin bilirik ki 78% azotdur. Hidrogenlə birləşməsi əsası xassəlidir. Doğrudur. NH3 əsası xassəlidir. Xarici elektron təbəqəsində 5 elektronu var. Bəli, 2s2, 2p3, 5 elektronu var. 13-cü sual. Element X-də altrofik şəkil dəyişməsi var. Altrofik təbiətdə yayılması yalnız birləşmələr şəklində. Uşaqlar, Jobsis elementlərinin altrofik şəkil dəyişməsi var. Ona görə də B variantı ilə Y variantı yanlışdır. Deyir ki, təbiətdə yayılması yalnız birləşmələr. Oksigen havada var, sərbəst halda. Kükürddə, volkanik zonalarda sərbəst formada mövcuddur. Ona görə də cavab A variantı fosfor. 14-cü sual. Karbon monoksid, karbon dioksid. Gəlin bir-bir yazaq. 14-cü sual. Karbon monoksid, karbon dioksid və azotdan ibarət qaz qarışığından azotu necə ayırmaq olar? İndi məsələnin davamını oxuyaq. Deyirik ki, bu qaz qarışığını bir-birindən necə ayırmaq olar? Gəlin A variantından başlayaq. Qarışığı yandırırıq. Gəlin qarışığı yandıraq. CO-nun üzərinə oksigen gəlirik və CO2 alınır. Uşaqlar, siz deyəcəksiniz ki, onda azot da yanardı. Azot da oksigenlə reaksiyaya daxil olur.
temperatur reaksiyaya daxil olur, NO əmələ gətirir. Azot da yanar. Onda biz azotu qarışığı yandırmaqla bu reaksiyadan ala bilmərik. Bu üç qarışığın içərisindən ala bilmərik. Uşaqlar, baxın. Dəm qazı ilə oksigen yandıqda çox az temperatur versək belə dəm qazı oksigendən yanacaq. Amma azotun oksigenlə yanması üçün 2000, hətta 3000 dərəcə Selsi temperatur lazımdır. Onda biz aşağı bir temperatur verib dəm qazını yandırarıq, amma azotun yanacaq qədər temperaturu həmin qarışığa verə bilmərik. 2000-3000 dərəcə Selsi temperatur çox çətin əldə olunan bir temperaturdur. Ona görə azot yanmayacaq. Yəni biz çox az temperatur vermiş olacaq. Tutaq ki, deyirəm 30 dərəcə, 50 dərəcə Selsi temperatur veririk və dəm qazını yandırırıq. Bu zaman azot əlbəttə ki, yanma reaksiyasına daxil olmayacaq. Çünki azotun yanma reaksiyasına daxil olması üçün daha çox temperatur lazımdır. Deməli, qarışıqda 3 qaz əmələ alındı sonda. SO2 qazı, 2 mol SO2 qazı, bir də N2 qazı. Bir qarışığı yandırıb üzərinə HNO3 məhlulu ilə əlavə edirik. 3 qazımız var, N2 də daxil olmaqla. Üzərinə nitrat turşusu əlavə elədikdə CO2 də turşu oksididir. N2 də həmçinin heç biri HNO3 ilə reaksiyaya daxil olmaz. Turşu oksidləri bilirik, turşu ilə reaksiyaya daxil olmur. Azot qazı da çox qüvvətli molekul quruluşuna malik olduğu üçün, yəni azot molekulunda baxın 3 qat rabitə var. 2pi 1 sigma rabitə olduğu üçün o turşularla, əsaslarla, oksidlərlə demək olar ki, reaksiyaya daxil olmur. A variantı doğru deyil. B variantında yenə qarışığı yandırıb qələvi məhlulu buraxmaqla. Uşaqlar, qələvi məhlulu buraxırıq bu 3 qazın üzərinə. Bu zaman CO2 üzərinə gəlinsin natrium OH. Bu reaksiya gedəcək. Reaksiya nəticəsində də alınır natrium karbonat. Bir də su. Uşaqlar, gəlin reaksiya tənliyini əmsallaşdıraq. 2 mol karbonların sayı bərabərləşdir. 4 dənə oksigen, hidrogenlərin sayı da bərabərdir. Qarışığı yandıracaq, sonra qələvi məhlulunu buraxmaqla SO2 qələvi ilə reaksiyaya daxil olacaq. Natrium karbonat və suyu əmələ gətirəcək. Azot qazı da qələvi ilə reaksiyaya daxil olmayacaq və biz azot qazını həmin bu qarışıqdan ala bilərik. Ona görə də cavab B variantı. Hidrogenlə təsir etdikdə azot hidrogenlə reaksiyaya daxil olacaq. Keçirik D variantına. D variantında da kalsium hidroksid və H-xlor məhlulu buraxmaqla uşaqlar karbon monoksid duz əmələ gətirməyən oksiddir. Nə əsaslarla, nə də turşularla reaksiyaya daxil olmayacaq və qaz qarışığın qabın tərkibində qalacaq. Bilirik ki, karbon monoksid yalnız natrium OH-la reaksiyaya daxil olub formayan turşunun duzlarını əmələ gətirir. Kalium hidrokarbonat məhlulundan buraxmaqla uşaqlar karbon dioksid özü turşu oksididir. Yəni oksidlər duzlarla reaksiyaya daxil olmur. Əlbəttə ki, 2 istisna oksidimiz var idi. Silisium O2, bir də NO2. Yalnız bu 2 oksid duzlarla reaksiyaya daxil olur. Ona görə də Y variantı da doğru deyil. Y variantı, yəni kalium hidrokarbonat əlavə eləsək qaz qarışığına azotu oradan ayıra bilmərik. Keçdik 15-ci suala. Amonyak, karbon dioksid. Gəlin 15-ci sualı bir yazaq. Amonyak, yəni NH3, 15-ci sual. Karbon dioksid, CO2. Bir də azotdan ibarət bir qaz qarışığı var. Deyir, azotu bu qarışıqdan necə ayırmaq olar? Ardıcıl olaraq qatı sulfat turşusu, bir də kalium hidroksid əlavə eləməklə qatı sulfat turşusu bilirik ki, CO2 turşudur, turşu oksididir, yəni turşu xassəsi göstərir. Kalium OH-la reaksiyaya daxil olacaq. NH3 isə zəif əsası xassə göstərdiyi üçün H2SO4 ilə reaksiyaya daxil olacaq. Reaksiya nəticəsində NH4 hidro-SO4 kalium OH ilə CO2 ilə reaksiyaya daxil olduqda kalium karbonat, bir də su əmələ gətirəcək. Uşaqlar, deməli, biz ilk qarışığa həm qatı sulfat turşusu, həm də kalium OH əlavə etdikdə azot qazını həmin qarışıqdan ala bilərik. Cavab elə A variantı. B variantına baxaq. Deyir ki, nitrat turşusu, bir də natrium xlor. Uşaqlar, nitrat turşusu əlavə edib NH3-ü qarışıqdan ayırarıq. Amma natrium xlorla, yəni natrium xlor nə azotla reaksiyaya daxil olar, nə də ki CO2 ilə reaksiyaya daxil olar karbon qazı ilə. Ona görə də B variantı doğru deyil. Qabda 2 qaz qarışığı qalacaq. Həm karbon qazı, həm azot qazı. 3-ə baxırıq. H3PO4 məhlulundan buraxmaqla uşaqlar karbon qazı turşu oksidi olduğu üçün H3PO4 ilə reaksiyaya daxil olmayacaq və qabda qalacaq. Qatı kalium SO4 məhlulundan buraxmaqla uşaqlar duz nə NH3 ilə reaksiyaya daxil olar, nə karbon qazı ilə reaksiyaya daxil olar, nə də azotla reaksiyaya daxil olar. Kalium OH da NH3 ilə reaksiyaya daxil olmaz. Ona görə də cavab A variantı.
16-cı sual. Azot və hidrogendən ibarət, yəni reaksiyasından NH3 alınır, oksigenlə reaksiyasından isə NO alınır. Hər iki reaksiya üçün ümumi olan ifadələr nədir? Birləşmə reaksiyalardır, doğrudur. İstiliyin ayrılması ilə gedir. Uşaqlar, NH3-ün alınması, yəni azotun hidrogenlə reaksiyası istiliyin ayrılması ilə gedir. Plus Q. Amma azotla oksigenin reaksiyası istiliyin udulması ilə gedir. Mənfi Q. Niyə istiliyin udulması ilə gedir? Uşaqlar, azot bilirik ki, 3 qat rabitəyə malik bir molekuldur. Atomlar arasında 3 qat rabitə var. Azot molekulunda bu rabitələri qırmaq üçün sərf olunan enerji olduqca yüksəkdir. Azotla oksigenin reaksiyasına sərf olunan enerji azot molekulunu qırmaq üçün sərf olunan enerjidən çox-çox kiçik olduğu üçün bu reaksiya eksotermik yox, endotermik reaksiyadır. İndi nə demək istədiyimi uşaqlar yazılı şəkildə ifadə edeyim. N2 üzərinə gəlsin O2 reaksiyasına sərf olunan müəyyən bir enerji var. Plus Q. Yəni istilik ayrılır. Birləşmə reaksiyası deyə azotla oksigenin reaksiyası nəticəsində istilik ayrılır və reaksiya nəticəsində NO əmələ gəlir. Amma bu reaksiyada azot molekulu bilirik ki, 3 qat rabitə ilə bir-birinə birləşib azot atomları azot molekulunda. Azot molekulundakı bu 3 qat rabitələri qırmaq üçün sərf olunan enerji burada ayrılan Q1 enerjidən, yəni minus Q, istilik udulur ki, rabitə qırılır da. Q2. Deməli, istiliyin udulması üçün sərf olunan enerji Q2 daha çoxdur ki, azotla azot arasındakı rabitə qırılır. Nəticədə də bu reaksiya eksotermik yox, endotermik reaksiya olur. 2 doğru deyil. Oksidləşmə reduksiya reaksiyası doğrudur. Hər ikisi oksidləşmə reduksiya reaksiyasıdır. Azot 0 oksidləşmə dərəcəsindən -3 oksidləşmə dərəcəsinə gəlir. Daha sonra 0 oksidləşmə dərəcəsindən -2 oksidləşmə dərəcəsinə gəlir. D reaksiya doğrudur. 3 doğrudur. Bəli, oksidləşmə reduksiya reaksiyasıdır. 1, 3 cavab D variantı. 17-ci sual. Element X-dir, alotropik şəkil dəyişməsi yoxdur. Uşaqlar, fosforun, oksigenin alotropik şəkil dəyişməsi var. Metallarla birləşmədə 3 valentlik göstərir. Flor metallarla birləşmədə 1 valentlik göstərir. Xlor da 1 valentlik göstərir. Azot da 3 valentlik göstərir. Cavab A variantı. 18-ci sual. X elementinin deyil alotropik şəkil dəyişməsi yoxdur. Oksigen, fosfor və kükürdün alotropik şəkil dəyişməsi var. Ən böyük və ən kiçik oksidləşmə dərəcəsinin cəmi -2-dir. Azot ən böyük oksidləşmə dərəcəsi -5-dir. Ən kiçik oksidləşmə dərəcəsi -3-dür. Deməli, cəmdə -2 elədir. Cavab azot C variantı. Florun ən böyük oksidləşmə dərəcəsi 0-dır. Ən kiçik oksidləşmə dərəcəsi isə -1-dir. Cəm -1 elədir. 19-cu sual. Azotun xlorla, oksigenlə bir hidrogenlə reaksiyası. Uşaqlar, azot xlorla reaksiyaya getmir. Onda 1-ə getdi elə 2. Adi şəraitdə gedir. Azotun lityumla reaksiyası adi şəraitdə gedir. 2-yə getdi 1. Elektrik qövsü temperaturunda gedir. Deməli, reaksiya temperaturda gedir. Azotun oksigenlə reaksiyası temperatur şəraitində gedir. 4. Katalitik reaksiyadır. Azotun hidrogenlə reaksiyası katalitik reaksiyadır. 2, 1, 4, 3. Cavab doyğun olaraq bərabərdir. C variantı. 20-ci sual. NH4 deməli ammonium nitritin parçalayırıq. Nəticədə X və Y alınır. X natriumla reaksiyaya daxil olur birinci reaksiyanın, Y isə ikinci reaksiya. Deyil, birinci reaksiya əvəz etmə reaksiyasıdır. İkinci reaksiyada hansı maddə alınır? Uşaqlar, ilk öncə gəlin 20-ci suala baxaq. NH4 ammonium nitriti parçalayaq. Reaksiya nəticəsində alınacaq azot qazı, bir də su. Deyir ki, birinin natriumla reaksiyası əvəz etmə reaksiyasıdır, birinci reaksiya. Azotun natriumla reaksiyası birləşmə reaksiyasıdır. Natrium nitrit əmələ gələr. Üzərinə gəlinsin natrium. Reaksiya nəticəsində alınacaq natrium nitrit. Natrium 3N. Amma suyun natriumla reaksiyası isə əvəz etmə reaksiyasıdır. Reaksiya nəticəsində alınacaq natrium hidroksid, bir də hidrogen qazı çıxacaq. Ona görə X maddəsi oldu su, Y maddəsi də olacaq N2. Deyir, ikinci reaksiyadan hansı maddə alınır? Uşaqlar, natrium nitrit alınır. Cavab da D variantı. Keçdi 21-ci suala. Eyni tipdə sualdır. Ammonium nitritin parçalanması nəticəsində X maddəsi alınır. X maddəsi su da ola bilər. Bilirik ki, 21-ci sual. Ammonium nitrit parçalananda azot qazı bir də su əmələ gətirir. Deməli, Y1, Y2 və Y3 maddələrini müəyyən edin. Maddelərə baxırıq və maddelərdə hər birində azotun olduğunu görürük. Onda X maddəsi N2-dir. Su olsaydı reaksiya məhsulları, yəni Y1, Y2, Y3 bu şəkildə olmazdı. X-i müəyyən elədik, azot qazı. Azot qazının lityumla reaksiyası nəticəsində lityum 3N, kalsiumla reaksiyası nəticəsində
lityum 3N2, kalsiyum 3N2 alüminiumla reaksiyası nəticəsində alüminium nitrit əmələ gələcək. İndi reaksiya məhsullarına uyğun olaraq cavab da A variantı elədir. 22-ci sual. Birinci, ikinci və üçüncü reaksiyaları verib. Deyir, azot birinci reaksiyalarda oksidləşdirici, ikinci reaksiyada həm oksidləşdirici, həm reduksiya edici. Üçüncü reaksiyada isə reduksiya edicidir. Gəlin bir reaksiyaları yazaq. Kalsiyumla azotun reaksiyasından kalsiyum nitrit alınacaq. Kalsiyum 3N2. Burada azot 0 oksidaşma dərəcəsindən -3 oksidaşma dərəcəsinə gəlir. Elektron alır. Elektron aldığına görə oksidləşdiricidir. Birinci reaksiya oldu, oksidləşdirici. 2-yə baxırıq. NO2-nin natrium karbonatla reaksiyası nəticəsində natrium nitrit, natrium nitrat, bir də karbon qazı əmələ gələcək. Deməli, burada azot müsbət 4 oksidaşma dərəcəsindən həm natrium nitritdən müsbət 3 oksidaşma dərəcəsinə, həm də müsbət 5 oksidaşma dərəcəsinə gəldi. Həm oksidləşdirici, həm də reduksiya edici xassəyə göstərdi. Onda ikinci reaksiyada elə 2-yə gedir. Davam edirik. Argentium nitratın parçalanması nəticəsində argentium pasiv metaldır. Pasiv metal nitratları parçalananda metalın özünü NO2, bir də oksigen əmələ gətirir. Burada azot müsbət 5 oksidaşma dərəcəsindən müsbət 4 oksidaşma dərəcəsinə gəlir. Elektron verir. Elektron alır. Elektron aldığı üçün oksidləşdirici xassəyə göstərir. 1-ə həm də gedir 3. Sonra dördüncü reaksiyaya baxırıq. NH3-ün oksigenlə reaksiyası yalnız temperatur olduğu üçün azot qazı, bir də su əmələ gələcək. Burada azot -3 oksidaşma dərəcəsindən 0 oksidaşma dərəcəsinə gəlir. Elektron verir. Elektron verdiyinə görə reduksiya edici xassəyə göstərir. 3-ə də getdi 4. Cavab da uyğun olaraq 1, 3, 2, 4. Cavab da Y variantı. 23-cü sual. Reaksiya 1, 2, 3-cü reaksiyaları bizə verir. Deyir ki, azotun göstərdiyi xassi birinci reaksiyada oksidləşdirici, ikinci reaksiyada həm oksidləşdirici, həm reduksiya edici, üçüncü reaksiyada da reduksiya edicidir. Uşaqlar, indi gəlin reduksiya, yəni reaksiya məhsullarını yazaq. Ammonium nitratın parçalanması nəticəsində diazot monoksid, N2O, bir də su əmələ gəlir. Azot ammonium ionunda, yəni NH4 müsbət, baxın NH4 müsbət. Bu ammonium ionudur uşaqlar. Ammonium ionunda -3 oksidaşma dərəcəsi göstərir. Gəlin üstünə yazaq -3. Nitrat turşusunda isə, yəni HNO3 turşusunda, nitrat turşusunda isə müsbət 5 oksidaşma dərəcəsi göstərir. Yazırıq başına və azot uyğun olaraq gəlir müsbət 1 oksidaşma dərəcəsinə. Deməli, burada azot -3 oksidaşma dərəcəsinə, müsbət 1 oksidaşma dərəcəsinə gəldikdə elektron verdiyinə görə reduksiya edici. Müsbət 5 oksidaşma dərəcəsinə, müsbət 1 oksidaşma dərəcəsinə gəldikdə elektron aldığına görə oksidləşdiricidir. Yəni, birinci reaksiyada azot həm reduksiya edici xassəyə göstərdi, həm də oksidləşdirici xassəyə göstərdi. Onda 2-yə gedir 1. Davam edirik ikinci reaksiyaya baxmağa. Azotun metallarla reaksiyası nəticəsində nitridlər əmələ gəlir və azot 3 valentlik göstərir. Bilirik ki, lityumda sabit 1 valentli elementdir. Gəlin reaksiya tənliyini əmsallaşdıraq. 6 mol. Əmsallaşdırmağa ehtiyac yoxdur. Bizdən onsuz sadəcə oksidləşdirici və reduksiya edicini istəyir. Azot bəsit halda bütün maddələr 0 oksidaşma dərəcəsi göstərir. Onda ikinci reaksiyada azot 0 oksidaşma dərəcəsi göstərir və uyğun olaraq gəlir -3 oksidaşma dərəcəsinə. Çünki metallar həmişə müsbət 1 oksidaşma, yəni müsbət oksidaşma dərəcəsi göstərir. Lityumda sabit 1 valentli element olduğu üçün müsbət 1 oksidaşma dərəcəsi göstərir. Azot 0 oksidaşma dərəcəsindən, baxın, azot 0 oksidaşma dərəcəsindən gəldi azot -3 oksidaşma dərəcəsinə. Bu zaman azot elektron aldı, +3 elektron. Əgər azot elektron alırsa, onda oksidləşdirici xassəyə göstərir. Birinci reaksiyada getdi 2. Davam edirik. Üçüncü reaksiyaya baxmağa, orada yəni yazmağa yer yoxdur. Gəlin kənarda yazaq. NO2-nin kalium OH-la reaksiyası nəticəsində bilirik ki, NO2 istisna oksidlərdəndir ki, qələvlərlə reaksiya onsuz da əksər turşu oksidlər reaksiyaya daxil olur. NO2 duzlarla reaksiyaya daxil olan oksiddir və hər zaman 2 duz əmələ gətirir. Kalium nitrit, bir də kalium nitrat duzlarını əmələ gətirəcək. Uyğun olaraq metalın nitrat və nitrit turşusunun duzlarını əmələ gətirir, bir də su əmələ gələcək. Uşaqlar, azot NO2-də neçə oksidaşma dərəcəsi göstərir? Müsbət 4 oksidaşma dərəcəsi göstərir.
Azot müsbət 4 oksidaşma dərəcəsi göstərir. Nitrit, yəni kalium nitrit birləşməsində gəlir oksidaşma dərəcəsi olur müsbət 3. Kalium nitrat birləşməsində isə oksidaşma dərəcəsi müsbət 5-dir. Deməli, azot müsbət 4 oksidaşma dərəcəsindən müsbət 3 oksidaşma dərəcəsinə gəldikdə elektron alır və oksidləşdirici xassə göstərir. Müsbət 4 oksidaşma dərəcəsindən müsbət 5 oksidaşma dərəcəsinə gəldikdə isə elektron verir və reduksiya edici xassə göstərir. Ona görə 3-cü reaksiyada deməli, azot həm oksidləşdirici, həm də reduksiya edicidir. 3-ə baxırıq. Daha doğrusu 4-ə baxırıq. Azot monooksidin oksigenlə reaksiyası nəticəsində azot dioksid əmələ gəlir. Uşaqlar, azot monooksiddə azotun oksidləşmə dərəcəsi müsbət 2-dir. Azot dioksiddə isə müsbət 4-dür. Azot burada müsbət 2 oksidləşmə dərəcəsindən müsbət 4 oksidləşmə dərəcəsinə gəlir. 2 elektron verdiyinə görə reduksiya edici xassə göstərir. 3-ə də gedir 4, 2, 1, 3 və 4. Gəlin indi uyğunluğu müəyyən eləyək. Cavab da oldu B variantı. 24-cü sual. Qapalı qabda eyni həcmdə azot və hidrogendən ibarət qaz qarışığında maddələrdən biri tam sərf olunarsa 24. B mol amonyak alınarsa hansı ifadə doğrudur? Azot və hidrogen qapalı qabda saxlayırlar, reaksiyaya daxil olurlar və reaksiya nəticəsində NH3 alınır. Temperatur, təzyiq və katalizator iştirakında 1 mol azotla 3 mol hidrogen reaksiyaya daxil olur və 2 mol NH3 alınır. B mol amonyak alınmışsa, onda 0,5 B azot reaksiyaya daxil olacaq, 1,5 B də hidrogen reaksiyaya daxil olacaq. Bizə deyir ki, hər birindən eyni həcmdə götürülür və biri tam sərf olunarsa, tutaq ki, hər birindən ən böyük həcmə malik olan hansı da hidrogendir. Hər birindən 1,5 B litr, tutaq ki, mol, hər birindən 1,5 mol maddə götürülür. 1,5 B də hidrogen götürülür. Bizə deyir ki, B mol azot artıq qalar. Doğrudur. 0,5 B mol azot reaksiyaya daxil olar. 1,5 B azotumuz var idi. 1,5 B çıxılsın 0,5 B bərabərdir B. B mol azot artıq qalacaq. Artıq. Ona görə də 1 doğrudur. 0,5 B mol hidrogen artıq qalır. Hidrogen artıq qalmır. Hamısı reaksiyaya daxil olur. Reaksiyadan sonra qabda 2 B mol qaz olar. Uşaqlar, reaksiyadan sonra qabda B mol NH3 alınır. B mol NH3 qalır. Bir də azot qazından da B mol azot qazı da artıq qalır. Ümumilikdə 2 mol qaz qalır. Doğrudur. 1-3 cavab Y variantı. Testi 25-ci sualı. Uşaqlar, eyni tipdə sualdır. Bu zamanda A molundan hesablayır. A mol amonyak alınırsa B'nin yerinə A yazıblar sadəcə. Uşaqlar, eyni sualdır. 0,5 A mol azot artıq qalar. Xeyr uşaqlar, A mol azot artıq qalar. A mol hidrogen artıq qalar. Xeyr, hidrogenin hamısı reaksiyaya daxil olar. Hesab edin ki, uşaqlar, bu B ilə B'lərin yerinə A qoyurmuş kimi təsəvvür edin. 3-ü oxuyuruq. Reaksiyadan sonra qabda 2 A mol qaz artıq qalar. Doğrudur. A mol N2 artıq qalar. A mol da NH3 artıq qalar. Yalnız 3 cavab da C variantı. 26-cı sual. Azot üçün nə doğrudur? Maksimum valentliyi 5-dir. Xeyr. Maksimum valentliyi 4-dür. Fotosintez prosesində iştirak edir. Xeyr. Fotosintez prosesi necədir uşaqlar? Karbon qazı su ilə reaksiyaya daxil olub C6H12O6 bir də oksigen əmələ gətirir. Molekulunda 2pi rabitə var. Doğrudur. Azot molekulunun formulu bu şəkildədir. 2pi 1 sigma rabitə var. 3 doğrudur. Atmosferdə həcmcə miqdarı ən çox olan qazdır. Doğrudur. Atmosferdə havanın 78%-ni azot təşkil eləyir. 5-ci sual, şimşək çaxanda oksigenlə reaksiyaya daxil olur. Doğrudur. Şimşək çaxanda çox güclü istilik alındığına görə azot oksigenlə reaksiyaya daxil olur və reaksiya nəticəsində NO əmələ gəlir. 3, 4, 5. 27-ci sual. Azot üçün nə doğrudur? Lityumla adi şəraitdə reaksiyaya daxil olur. Doğrudur. Oksigenlə adi şəraitdə reaksiyaya daxil olur. Xeyr, yüksək temperaturda reaksiyaya daxil olur. Molekulunda 3 kovalent rabitə var. Doğrudur. Təbiətdə yalnız birləşmələr halında mövcuddur. Xeyr, uşaqlar, havada sərbəst halda azot mövcuddur. 28-ci sual. Bizə NH3 maddəsini verib. Mis2 oksidlə, oksigenlə, CO2 ilə, bir də oksigen temperatur və katalizator iştirakında reaksiyalarını verib. Hansı reaksiyalardan N2 alınır? Gəlin bir reaksiya nəticəsində alınan məhsulları yazaq. 28-ci sual. NH3-ün mis2 oksidlə reaksiyası nəticəsində azot alınır. Hətta bu azotun alınması reaksiyasıdır.
bir də su əmələ gəlir. Belə ki, uşaqlar NH3, yəni amonyak, alüminiumdan sonra yerləşən metalların oksidləri ilə reaksiyaya daxil olduqda metalın özünü su, bir də azot əmələ gətirir. NH3 temperatur iştirakında oksigenlə reaksiyaya daxil olduqda NH3 üzərinə gəlinsin, oksigen temperatur iştirakında reaksiyaya getdikdə azot qazı, bir də su əmələ gəlir. Əgər həm temperatur, həm katalizator iştirakında reaksiya baş versəydi, bu zaman NO üzərinə gəlinsin, su alınardı. Yəni 1, 2 doğrudur, 4 yanlışdır. Deməli NH3-ün CO2 ilə reaksiyası nəticəsində karbamid alınır. Karbamidin formulu da CONH2, 2 dəfə üzərinə gəlinsin, su. Deməli, cavab 1 və 2. Keçdik 29-cu sual. Azotun hidrogenlə katalitik reaksiyasında 0,6 mol X reaksiyaya daxil olduqda, gəlin ilk öncə reaksiyanı yazaq. 2 mol NH3 əmələ gəlir. 3 mol hidrogen reaksiyaya daxil olduqda, deməli uşaqlar, gəlin qrafikə bir baxaq. X maddəsi ən çox mol X-dən götürülüb, daha sonra Z maddəsi reaksiyaya daxil olur və Y maddəsi alınıb. Y maddəsinin hansı maddə olduğunu bildik. NH3Y-dir. Uşaqlar, azotla hidrogen reaksiyaya daxil olduqda hidrogenin mol miqdarı daha çoxdur, yoxsa azotun mol miqdarı daha çoxdur? Əlbəttə ki, hidrogenin mol miqdarı daha çoxdur. Onda X elementi olacaq hidrogen, Z elementi də olacaq azot. İndi davam edir. Deyir 0,6 mol X reaksiyaya daxil olmuşdur. Normalda 0,3 mol hidrogen reaksiyaya daxil olduqda 1 mol azot reaksiyaya daxil olur. 0,6 mol hidrogen reaksiyaya daxil olubsa, onda 0,2 mol da azot reaksiyaya daxil olar. Davam edib məsələnin ardını oxuyuruq və daxil olduqda neçə mol Y alındığını müəyyən eləyin. Uşaqlar, 0,2 mol azot reaksiyaya daxil olubsa, onda 0,4 mol NH3 alınacaq. Cavab da 0,4. Keçdik 30-cu suala. Deyir, azot 0 oksidləşmə dərəcəsinə -3, -3 oksidləşmə dərəcəsinə -2, 0 oksidləşmə dərəcəsinə -2 oksidləşmə dərəcəsinə gəlir. Reaksiyalara uyğun olaraq düzəl. Azotun oksigenlə reaksiyası yüksək temperaturda baş verir və azot monoksid əmələ gəlir. Azot 0 oksidləşmə dərəcəsinə -2 oksidləşmə dərəcəsinə gedir, 3-ə gedir A. NH3-ün oksigenlə temperatur şəraitində reaksiyasından azot qazı, bir də su əmələ gəlir. Bu zaman NH3-də azotun oksidləşmə dərəcəsi -3-dür. Azot -3 oksidləşmə dərəcəsindən 0 oksidləşmə dərəcəsinə gəlir. Belə bir variant heç bir variantda yoxdur. Ona görə B variantı heç birinə getmir. NH3-ün oksigenlə həm temperatur, həm katalizator iştirakında reaksiyasından azot monoksid, bir də su əmələ gələcək. Azot NH3-də azotun oksidləşmə dərəcəsi -3, azot monoksiddə isə -2-dir. Azot -3 oksidləşmə dərəcəsindən -2 oksidləşmə dərəcəsinə gəlir. 2-yə də getdi C variantı. D variantına baxırıq. Kalsium nitrid əmələ gələcək. Kalsium 3, N2. Bu zaman azot 0 oksidləşmə dərəcəsindən -3 oksidləşmə dərəcəsinə gəlir. 1-ə də gedir D variantı. Y variantına baxırıq. NH3 əmələ gələcək. Azot 0 oksidləşmə dərəcəsindən -3 oksidləşmə dərəcəsinə gəlir. 1-ə həm də gedir Y variantı. Keçdik 31-ci suala. Reaksiya adi şəraitdə gedir. Azot maddələrinin reaksiyası. Uşaqlar, azotun litiumla reaksiyası adi şəraitdə gedir. Reaksiya temperaturda gedir. Azotun oksigenlə reaksiyası temperaturda gedir. Həmçinin metallarla reaksiyası nəticəsində nitritlər alınır. Onlar da temperatur şəraitində gedir. Reaksiya getmir, azot halogenlərlə və su ilə reaksiyaya daxil olmur. 32-ci sual. Azotun maddələrlə reaksiyaya daxil olması. Reaksiya adi şəraitdə gedir. Azot litiumla reaksiya adi şəraitdə daxil olur. Reaksiya temperaturda gedir. Hidrogenlə reaksiyası temperaturda gedir. Bir də natriumla reaksiyası temperaturda gedir. Reaksiya getmir. Azot həm oksidlərlə, həm də halogenlərdən brom və xlorla reaksiyaya daxil olmur. Cavab D variantları da 3-ə getdi. Keçdik 33-cü suala. Azot yalnız reduksiya edicidir. Azot yalnız oksidləşdiricidir. Həm oksidləşdirici, həm də reduksiya edicidir. Gəlin bir-bir reaksiyaları yazaq. Reaksiya məhsullarına uyğun azotun reduksiya edici, oksidləşdirici olduğunu müəyyən eləyək. Birinci reaksiya. Sink nitratın parçalanması. Sink orta aktiv metaldır. Orta aktiv metalların nitratları parçalananda orta aktiv metalın oksidi NO2, bir də oksigen əmələ gələcək. İndi azot burada müsbət 5 oksidləşmə dərəcəsindən
gəlir müsbət 4 oksidaşmə dərəcəsinə. Elektron alır. Elektron aldığına görə oksidləşdirici xassəyə göstərir. 2-yə getdi A. Keçirik B variantının reaksiyasına. Natrium nitrit əmələ gələcək. Natrium 3N. Bu zaman azot 0 oksidaşmə dərəcəsindən -3 oksidaşmə dərəcəsinə gəlir. Elektron alır. Elektron aldığına görə oksidləşdirici xassə göstərir. Onda 1-2-yə həm də getdi B. C variantı NO2-nin natrium karbonatla reaksiyası nəticəsində natrium nitrit, natrium nitrat, bir də karbon qazı əmələ gələcək. Bu zaman azot müsbət 4 oksidaşmə dərəcəsindən həm müsbət 3 oksidaşmə dərəcəsinə gələcək, həm də müsbət 5 oksidaşmə dərəcəsinə gələcək. Yəni həm oksidləşdirici, həm də reduksiya edici xassə göstərəcək. 3-ə də gedir C variantı. Sonra D variantının reaksiyasına baxırıq. NO-nun oksigenlə reaksiyası nəticəsində NO2 əmələ gəlir. Azot müsbət 2 oksidaşmə dərəcəsindən müsbət 4 oksidaşmə dərəcəsinə gəlir. Elektron verdiyinə görə reduksiya edici xassə göstərir. 1-ə də getdi D variantı. Sonuncu reaksiya N2O5-in su ilə reaksiyası nəticəsində HNO3 əmələ gəlir. N2O5-də də azot müsbət 5 oksidaşmə dərəcəsinə malikdir. HNO3-də də azot müsbət 5 oksidaşmə dərəcəsinə malikdir. Deməli bu reaksiya oksidaşmə reduksiya reaksiyası deyil. Keçirik 34-cü suala. Uyğunluğu müəyyən edin. Azot yalnız reduksiya edicidir, oksidləşdiricidir. Həm oksidləşdirici, həm də reduksiya edicidir. Bayaqki suallar eyni tipdə sualdır. NO2-nin karbonatlarla reaksiyası nəticəsində azot həm oksidləşdirici olur, həm də reduksiya edici. 3-ə getdi A. Azotun oksigenlə reaksiyası nəticəsində NO əmələ gəlir. Azot 0 oksidaşmə dərəcəsindən müsbət 2 oksidaşmə dərəcəsinə gəlir. Elektron verdiyinə görə azot reduksiya edici xassə göstərir. 1-ə gedir B variantı. Kalsiumun azotla reaksiyası nəticəsində kalsium nitrit əmələ gəlir. Azot 0 oksidaşmə dərəcəsindən -3 oksidaşmə dərəcəsinə gəlir. Bu zaman elektron aldığına görə oksidləşdirici xassə göstərir. 2-yə gedir C variantı. D variantına baxırıq. NH4 xlorun parçalanması nəticəsində NH3 üzərinə gəlinsin H xlor alınır. Uşaqlar, azot NH3-də -3 oksidaşmə dərəcəsi göstərir. NH4 xlorda da -3 oksidaşmə dərəcəsi göstərir. Yəni oksidaşmə reduksiya reaksiyası deyil D variantı. Maqnezium nitrat da orta aktiv metal olduğu üçün maqnezium oksid NO2, bir də oksigen əmələ gələcək. Davam edirik. Maqnezium, deməli NO2-də azotun oksidaşmə dərəcəsi müsbət 4, maqnezium nitratda isə müsbət 5-dir. Elektron aldığına görə oksidləşdirici xassə göstərir. 2-yə də gedir Y variantı. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə azot və onun birləşmələri bölməsindəki azot alınması və xassələri mövzusundakı sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.